Hindistan kinosunun efsanevi simalarından biri olan Rishi Kapoor hakkında məlumat. Rishi Kapoor 1952-ci ildə Hindistanın Mumbai şəhərində anadan olub. O, həm romantik rolları, həm də xarizmatik şəxsiyyəti ilə Bollywoodun şokolad oğlanı kimi tanınırdı. O, əfsanəvi aktyor və rejissor Raj Kapoorun ikinci oğludur. Rishi Kapoor 50 illik karyerası ərzində 100-dən çox filmdə çəkilmişdir. Onun böyük uğuru 1973-cü ildə çəkilmiş Bobby filmi oldu. Bu filmdə Raju obrazını oynamışdır. Bu film onu bütün Hindistanda gənclərin sevimlisinə çevirdi. 1970-dən 1990-cı illər arasında o əsasən romantik filmlərin ulduzu kimi parladı. Rishi Kapoor aktrisa Neetu Singh ilə 1980-ci ildə evlənmişdir. Bu evlilikdən Ranbir Kapoor adlı oğlu və Ridhima Kapoor adlı qızı dünyaya gəlmişdir. Rishi Kapoor 2017-ci ildə Xullam Xulla adlı avtobioqrafi kitabını nəşr etdirib və burada həyatının həm parlaq, həm də çətin anlarını səmimiyyətlə bölüşüb. Hindistanın dəyərli aktyoru olan Rishi Kapoor 2020-ci ildə qan xərçəngindən vəfat etmişdir.